Müzakirəyə xoş gəlmisiniz. Bugün əlimizdəki əsl nikahın əsasları və insanlığın yüksəlişi adlı, belə deyək, mənbəyə əsaslanaraq çox fundamental bir sual ətrafında fikir bölüşəcəyik. Verilən sözlərin, xüsusən də nikahdakı vədlərin həqiqi mənası və etibarlılığı nədir? Bəli, tam olaraq, yəni əsas sualımız budur. İnsanın özünün o daim dəyişən daxili dünyası, o anban fərqliləşən həqiqəti fonunda, xüsusilə uzun müddətli öhdəliklər, məsələn nikah vədləri, bunlar nə dərəcədə davamlı və mənalı ola bilər? Və bu vədlərə bağlılıq fərdin o inkişaf və azadlıq yolu ilə necə uzlaşır? Mən bugün məhz bu mövqedən çıxış edəcəyəm ki, mənbənin də məncə üstü örtülü işarə etdiyi kimi, vədlər xüsusən də əksər insanların o reaktiv təbiəti nəzərə alındıqda çox vaxt daxili həqiqətlə və məhəbbətin o azad ruhu ilə ziddiyyət təşkil edir. Mən isə əksinə fərqli bir nöqtəni vurğulayacağam. Mənbənin o yaradıcı varlıq anlayışına söykənərək deyəcəm ki, şüurlu şəkildə mənəvi birlik niyyəti ilə verilən və hətta dəyişən şərtlərə uyğunlaşa bilən vədlər, bunlar həm mümkündür, həm də olduqca dəyərli ola bilər. Yaxşı, elə isə başlayaq. Baxın, mənbənin ortaya qoyduğu əsas məqamlardan biri məncə budur ki, insanların, yəni əksəriyyəti öz daxili aləmlərini, hisslərini və gələcək reaksiyalarını tam idarə edə bilmir. Onlar daha çox xarici təsirlərə, ətrafdakı hadisələrə reaksiya verərək yaşayırlar. Mənbə onları reaksiya verən varlıqlar adlandırır, bildiyimiz kimi. Bu baxımdan belə bir insanın gələcəkdə dəyişməz qalacağına, yəni eyni hissləri keçirəcəyinə dair verdiyi söz, əslində özünü aldatma və ya ən azından belə deyək, qeyri-səmimilik riski daşıyır. Sabah nə hiss edəcəyimizi, kim olacağımızı dəqiq bilmiriksə, bugün əbədi sədaqət andı içmək nə dərəcədə həqiqi ola bilər? Mənbə də axı vurğuluyur ki, dəyişkənlik insanın təbiətidir, hətta bir hüquqdan da üstündür, yəni varoluşun özüdür. Həyat daim yenilənirsə, biz necə sabit qalacağımıza söz verə bilərik? Məntiqsizdir, elə deyilmi? Ənənəvi nikah isə çox vaxt bu reallığı sanki görməzdən gəlir. Real müqaviləyə daha çox bənzəyir. Bu yanaşma isə azad və sərhədsiz olan məhəbbəti bir növ siğorta və öhdəlik çərçivəsinə salır. Və bunun da əsasında çox vaxt qorxu dayanır. Tənha qalmaq qorxusu, təminatsızlıq qorxusu. Başqasını keçmişdə verdiyi sözə məcbur etmək cəhdi isə nəticədə hər iki tərəf üçün yalnız kədər və məyusluq gətirir. Toxunduğunuz məqamlar, yəni bu vədlərin çətinliyi, onların tez-tez pozulması, bunlar əlbəttə reallıqdır. Amma bu, məncə, vədin özünün tamamilə mənasız olması anlamına gəlməməlidir. Bax, məhz burada mənbənin gətirdiyi o fundamental ayrım çox vacibdir. Reaksiya verən varlıqlar və yaradıcı varlıqlar. Gəlin bu terminləri biraz aydınlaşdıraq. Mənbəyə görə reaksiya verən varlıq dediyiniz kimi, əsasən ətraf mühitin və keçmiş təcrübələrin diktası ilə yaşayan, hissləri və davranışları daha çox avtomatik, proqramlaşdırılmış kimi olan fərddir. Sizin də qeyd etdiyiniz kimi, belə birinin gələcəyə yönəlik sabitlik vədi verməsi həqiqətən də problemli görünür. Lakin mənbə başqa bir potensialdan da bəhs edir, yaradıcı varlıq. Bu, özünü, öz hisslərini, öz reallığını şuurlu şəkildə yaradan, gələcəyi təkcə proqnozlaşdırmayan, həm də müəyyən mənada formalaşdıran bir insandır. Bax, belə bir fərd üçün vəd, keçmişə aid donmuş bir öhdəlik deyil. O, gələcəyə yönəlmiş şuurlu bir niyyətin, bir növ birgə yaradıcılıq aktının ifadəsi ola bilər. Problem, bəli, insanların əksəriyyətinin hələ bu yaradıcı potensialını tam reallaşdırmamasında, münasibətləri çox vaxt dediyiniz kimi qorxu və təminat axtarışı üzərində qurmasındadır. Mənbədə təsvir olunan o ideal nikah andı, xahiş edirəm mənim tərəf müqabilim ol, məhz bu ruhdadır fikir verirsinizsə. Bu, sən mənim olmalısan kimi bir sahiblənmə deyil. Əksinə, gəl birlikdə bu yolda addımlayaq, bir-birimizə dəstək olaq, mənəvi cəhətdən inkişaf edək kimi bir dəvətdir. Hətta üzüyün simvolizmi də mənbədə fərqli izah olunur. Yəni, mülkiyyət nişanı deyil, tamlıq,
Bütövlük, mənəvi saflıq və hətta ilahi ilə əlaqə rəmzidir. Ona görə də mənim mövqeyim budur ki, biz vədləri tamamilə rədd etmək əvəzinə onların mahiyyətini dəyişdirməliyik. Yəni, qorxu və məcburiyyətdən azadlığa, şuurlu seçimə, qarşılıqlı hörmətə və mənəvi bir birliyə əsaslanan bir anlayışa keçməliyik. Bu yaradıcı varlıq konsepsiyası həqiqətən maraqlıdır. Amma gəlin bir qədər də dərinə gedək də. İlk əsas fikir ayrılığımız məncə elə bu nöqtədə yaranır. İnsanın təməl təbiəti bu qədər dəyişkəndirsə, şuurlu və etibarlı vəd prinsipcə mümkündürmü? Mən israr edirəm ki, dəyişkənlik həyatın özüdür, reallığıdır. Bugün doğru bildiyimiz, hiss etdiyimiz şey sabah tamamilə fərqli ola bilər. Əgər bir insan, tutaq ki, keçmişdə verdiyi vədə sadiq qalmaq üçün özünün indiki daxili həqiqətini, vicdanının səsini boğmalı olursa, bu elə mənbənin də dediyi kimi özünə xəyanət deyilmi? Və özünə xəyanət edən başqasına necə sadiq qala bilər axı? Sabitlik axtarışı bəlkə də sadəcə təbiətə qarşı, yəni həyatın axarına qarşı bir mübarizədir, bir illüziyadır. Mən dəyişkənliyin reallığını əlbəttə qəbul edirəm. Amma sizin təsvir etdiyiniz kimi onu tamamilə idarə olunmaz, kör-korana bir qüvvə kimi görmürəm. Bəli, insan dəyişir, amma bu dəyişim eyni zamanda inkişaf deməkdir axı. Şuurlu insan dəyişərkən həm də öyrənir, böyüyür, özünü daha dərindən anlayır. Və məhz bu şuurlu inkişaf prosesində müəyyən istiqamətlər seçmək, niyyətlər formalaşdırmaq və bu niyyətlərə uyğun öhdəliklər götürmək mümkündür. Baxın, yaradıcı varlıq keçmişin əsiri deyil, amma keçmiş təcrübələrindən nəticə çıxararaq gələcəyini şuurlu şəkildə formalaşdırır. Onun verdiyi vəd belə başa düşək də, mən heç vaxt dəyişməyəcəm iddiası deyil. Daha çox, mən bu istiqamətdə, bu dəyərlər üzrə səninlə birlikdə inkişaf etməyi seçirəm niyyətidir. Bu, statik bir vəziyyətə bağlılıq deyil, dinamik bir prosesə, birgə yaradıcılığa, belə deyək, dəvətdir. Yəni, məqsəd daş kimi dəyişməz qalmaq deyil, şuurlu şəkildə birlikdə böyüməkdir. Və də bu, niyyətin simvolik ifadəsi ola bilər. Necə düşünürsünüz? Bəs bu cür niyyətə əsaslanan bir bağlılıq da qeyri-mümkündür. Yox, bu cür niyyət etiraf edim ki, daha səmimi səslənir. Amma gəlin onda ikinci mübahisəli məqama keçək. Nikahın özü, yəni ənənəvi forması ilə nikah, hətta niyyət nə qədər saf olsa belə, məhəbbəti çərçivəyə salmırmı? Məhəbbət axlı mənbənin də təsvir etdiyi kimi, təbiətcə sərhədsizdir, şərtsizdir, azad bir hissdir. Nikah isə onu bir nəfərə məhdudlaşdırır, onu eksklüziv edir, digər əlaqələri istər-istəməz ikinci plana atır. Bu, ruhun o təbii genişlənmə istəyinə, yəni sevginin hər kəsə və hər şeyə yönələ bilmə potensialına zidd deyilmi sizcə? Bəlkə də nikah nə qədər idealist niyyətlə qurulsa da, sonda yenə də bir növ sahiblənməyə, bir təhlükəsizlik axtarışına çevrilir. Mənbənin o kəskin ifadəsini yenə xatırlatmaq istəyirəm. Siz o qədər yaşamaqdan və həyatdan qorxursunuz ki, öz daxilə həqiqi təbiətinizi təhlükəsizliyə dəyişərək qurban verirsiniz. Bu qorxu elə nikah institutunun öz kökündə dayanmırmı? Başa düşürəm narahatlığınızı, həqiqətən. Qorxu, nəzarət və sahiblənmə üzərində qurulan nikah forması şübhəsiz ki, zərərlidir və mənbə də məhz bunu tənqid edir. Lakin mənbənin təklif etdiyi alternativ nikah modeli elə məhz bu tələlərdən yayınmağa çalışır. Orada söhbət sahiblənməkdən yox, birləşməkdən gedir, məhdudlaşdırmaqdan yox, qucaqlamaqdan. Yəni, iki fərd bir araya gələrək, bir-birinin fərziziyini boğmur, əksinə öz daxili güclərini, sevgilərini paylaşaraq bir-birlərini daha da gücləndirirlər. Bu bir növ mənəvi ittifaqdır, belə deyək. Birlikdə həyat təcrübələrindən keçərək öz kimliklərini daha dərindən kəşf etmək və yaratmaq üçün bir platformadır. Mənbənin dediyi kimi bu, iki ruhun bir-birinə toxunmasıdır, amma eyni zamanda hər birinin öz fərdi yolunu getməsinə hörmət edilməsidir. Burada əsas olan məncə, nikahın forması adı deyil, onun arxasındakı şuur və niyyətdir. Əgər niyyət qarşılıqlı hörmət, fərdi azadlığın qorunması və birgə mənəvi yüksəlişdirsə, o zaman nikah məhəbbəti məhdudlaşdırmır. Əksinə, onun təzahürü üçün müqəddəs bir məkan yarada bilər. Sevginin sərhədsiz olması onun müəyyən bir münasibətdə dərinləşməsinə mane olmur axı, elə deyilmi?
Bu müqəddəs məkan ideyası cəlbedicidir, amma praktikada necə işləyir? Bu da məni üçüncü nöqtəyə gətirir. Məcburiyyət və gözləntilər. Azad iradə qarşısında. Tutaq ki, iki nəfər ən saf niyyətlərlə belə bir mənəvi ittifaq qurdu. Vədlər verildi, zaman keçdi, insanlardan biri dəyişdi, hiss etdi ki, artıq bu yolda getmək istəmir və ya gedə bilmir. Bu zaman nə baş verir? Mənbə çox aydın şəkildə deyir ki, başqasını verdiyi sözə əməl etməyə məcbur etmək, yəni gücdən istifadə etmək, yalnız münaqişə və ağrı yaradır. Və o ritorik sualı verir, çox güclü sualdır. Sən həqiqətənmi kiminsə verdiyi sözə o etmək istəmədiyi halda əməl etməsini istəyirsən? Bu əslində həm özünü, həm də qarşı tərəfi əsir etmək deyilmi? Əgər vəd azad iradə ilə verilibsə, azad iradə ilə də ondan imtina etmək mümkün olmalı deyilmi? Məcburiyyətin olduğu yerdə hansı mənəvi ittifaqdan danışmaq olar ki? Ali haqlısınız. Məcburiyyətin olduğu yerdə nə məhəbbət, nə də mənəviyyat ola bilər. Mənbənin də əsas mesajlarından biri elə budur. Lakin burada da məncə incə bir fərq var. Baxın, könüllü, şuurlu, azad iradə ilə verilən və qarşılıqlı anlayışa söykənən bir vəd başqadır, sonradan yaranan istəksizlik qarşısında tətbiq olunan məcburiyyət tamamilə başqa. İdeal vəziyyətdə mənbənin də təsvir etdiyi kimi, əgər tərəflərdən birinin niyyəti dəyişirsə və ya artıq birgə yola davam etmək mümkün deyilsə, digər tərəf ona getməyə icazə verməli, onu sevgi ilə, anlayışla sərbəst buraxmalıdır. Bu, həmin ilkin vədin tamamilə dəyərsiz olduğu anlamına gəlmir axı. O vəd verildiyi anda müəyyən bir həqiqəti, şuurlu bir seçimi, birgə niyyəti ifadə edirdi. Problem o niyyət dəyişdiyi zaman ortaya çıxan reaksiyadadır. Yəni məcburiyyətə, qorxuya, ittihamlara üz tutmaqdadır. Şuurlu münasibət isə bu dəyişikliyi qəbul etməyi, dürüst ünsiyyəti və hər iki tərəfin mənəvi bütövlüyünü qoruyaraq yollara ayırmağı bacarmaqdır. Yəni demək istədiyim odur ki, problem vədin özündə deyil, ona sonradan yüklənən o məcburiyyət və qeyri-real gözləntilərdədir. Əslində, yaradıcı varlıq üçün vəd, həm də bu cür çətin anlarda belə hörmət və ləyaqəti qorumaq öhdəliyi kimi də başa düşülə bilər. Deməli, siz deyirsiniz ki, vədin özü yox, ona olan münasibət, onun icrasındakı məcburiyyət faktoru problemdir. Bu, məntiqli səslənir, bəli. Amma bu bizi sonuncu və bəlkə də ən fundamental suala gətirir. Hansı həqiqət daha üstündür? Keçmişdə verilən vədin həqiqəti, yoxsa insanın indiki an içində yaşadığı, hiss etdiyi o daxili həqiqət? Təsəvvür edin ki, bu iki həqiqət toqquşur. İnsan bir zamanlar səmimi qəlbdən verdiyi vədə sadiq qalmaq üçün özünün bugünkü dərin hissiyatını, daxili çağırışını inkar etməlidir. Mənbə isə deyir, özünə sadiq ol. Belə bir vəziyyətdə hansı sədaqət daha vacibdir? Keçmişdəki özünə olan sədaqət, yoxsa indiki özünə? Bu, həqiqətən də çox dərin bir sualdır və cavabı yəqin ki bir mənalı deyil. Məncə, burada yenə də həmin o şuur səviyyəsi məsələsi önə çıxır. Mənbən təsviri ilə desək, reaktiv varlıq üçün çox güman ki, anlıq hisslər, indiki anın tələbləri daha güclü və daha həqiqi görünəcək. Onun üçün keçmişdəki vəd asanlıqla əhəmiyyətini itirə bilər. Lakin yaradıcı varlıq, yəni özünü və reallığını şuurlu şəkildə formalaşdıran fərd üçün vəziyyət biraz fərqlidir. Onun üçün vəd sadəcə keçmişdəki bir anın ifadəsi deyil, eyni zamanda gələcəyə yönəli şuurlu bir yaradıcılıq layihəsinin, bir niyyətin təzahürüdür və bu niyyət anlıq hisslərdən daha dərin, daha fundamental bir səviyyədə mövcud ola bilər. Belə bir insan üçün indiki anın həqiqəti təkcə ani hisslər deyil, həm də daha geniş perspektivdə özünün seçdiyi yol, dəyərlər və uzun müddətli niyyətlərdir. Bu halda vədə sadiqlik
keçmişə kör-körənə itayət yox, özünün şuurlu şəkildə seçdiyi gələcək obrazına, yəni öz yaratdığı həqiqətə sadiqlik mənasına gələ bilər. Əlbəttə, bu o demək deyil ki, niyyətlər heç vaxt dəyişə bilməz. Amma dəyişiklik baş verdikdə belə, yaradıcı varlıq bunu şuurlu şəkildə dərk edərək məsuliyyətli addımlar atmağa çalışar. Yəni, onun üçün indiki anın həqiqəti ilə keçmişdəki vədin həqiqəti arasında daha mürəkkəb, daha şuurlu bir əlaqə var, belə düşünürəm. Beləliklə, yavaş-yavaş müzakirəmizin sonuna yaxınlaşırıq. Mənim yekun mövqeyim belədir ki, mənbənin təhlili göstərir ki, ənənəvi vəd anlayışı, xüsusilə də o dəyişməzliyə və məcburi öhdəliyə əsaslanan forması, insanın təbii axıcılığı və mənəvi azadlığı ilə çox vaxt həqiqətən uzlaşmır. Əsas diqqətimiz qorxudan, sahiblənmə istəyindən uzaq, qarşılıqlı hörmətə, fərdi azadlığa və birgə şüurlu inkişafa əsaslanan münasibət formalarına yönəlməlidir. Problem çox vaxt vədin özündən çox, onun arxasındakı o qorxu, gözlənti və məcburiyyət yükündədir. Mən də öz növbəmdə yekunlaşdırardım ki, vədləri tamamilə inkar etmək də məncə mənbənin ruhuna uyğun deyil və bizi potensial olaraq dəyərli bir alətdən məhrum edə bilər. Mənbənin o yaradıcı varlıq konsepsiyası göstərir ki, şuurlu, azad iradə ilə, mənəvi birlik və qarşılıqlı dəstək niyyəti ilə verilən, eyni zamanda dəyişən şərtlərə uyğunlaşmağa açıq olan vədlər, bunlar mümkündür və dəyərlidir. Kritik məqam vədin hansı şuur səviyyəsində, yəni reaktiv yoxsa yaradıcı, hansı niyyətlə, qorxu yoxsa məhəbbət və hansı anlayışla, məhdudlaşdırma yoxsa birləşmə verilməsi və yaşanmasıdır. Bu cür vədlər fərdin özünü yaratma yolunda güclü bir istinad nöqtəsi, bir mayak rolunu oynara bilər. Bugün həqiqətən də vədlər, nikah, azadlıq və məsuliyyət kimi çox-çox qatlı mövzulara toxunduq. Və göründüyü kimi, mənbə bu məsələlərə dair olduqca dərin və düşündürücü perspektivlər təqdim edir. Bəli, və tamamilə aydındır ki, bu mövzular ətrafında müzakirələr hələ davam etdirilə bilər. Mənbənin özündə də, şübhəsiz, araşdırılacaq üzərində düşünüləcək daha çox dərinliklər var. Fərqli baxış bucaqlarını eşitmək və anlamağa çalışmaq, şübhəsiz ki, hər birimizin bu mürəkkəb məsələləri daha yaxşı dərk etməsinə kömək edir. Yekun qərar isə hər zaman olduğu kimi dinləyicinin öz düşüncə və təcrübəsinə qalır.